Salam dostlar, xoş gəlmisiniz kanalıma. Bugün istəyirəm sizlərə lal ördəklərimi göstərəm. Yatan bir dişimiz var idi. Yəni ördək burada qalan o üzü çıxartmağa başlayıb dostlar. Hətta birini çıxardıb. Biri əzildi, öldü dostlar. Bicəcik ölüb hələlik. İndi görək, yeni ayrısı öləcəkmi, ölməyəcəkmi onu bilmirəm, hələ görəcək Allahın iznilə. İndi baxaq. Görək indi nə olacaq. İndi keçək o ördəyimizə baxmağa. Gördüyünüz kimi dostlar, altına baxaq. Bir dənə belə bala çıxıb. İndi bilmirəm, bu krasnodara oxşuyur. Lap təmiz krasnodara oxşuyur. Siz də deyərsiniz. Zümrüd deyil, tərtəmiz krasnodardır. Lap təmiz. Görək zümrüd də çıxacaq. Bunun altında biri çıxmış dostlar. Ha dedim birini əzdi. Bunun altında əslində bu da ikisi olasıydı. Yəni hələ üçü olasıydı, birini əzdi. Birini də hinduşkanın altına qoydum dostlar. Birini də hinduşkanın altına qoydum dostlar. Belə qavığını yeyirdi ördək. Bunu da elləyir baxın. Belə bunu görəndə vurur qavığına. Bax elə elləyir canım. Vay. Qavığını vururdu, hinduşkanın altına koydum. O da hinduşkanın altında çıxdı. Hinduşka da çıxardı xeylisini. Yəni bunun altında bu dəqiqə 2 dənə olasıydı yaşayan. Yəni onu da en baştan deyim. Gördüyünüz kimi. Bu da belə. Saat vurub. Bu çıxacaq, çıxacaqlar. Ya sabaha tərtəmiz çıxarlar deyə düşünürəm. Sabaha tərtəmiz çıxacaqlarını düşünürəm Allahın iznilə. Bu da çartdıq binəli. Binəli çartdadıq. Hinduşkanın da videosu gələcək indi isə. Bəli, onun da videosunu çəkəcəm. Belə bir krasnodar dostlar. Deyəcəksiniz bunun erkəyi zümrüd idimi? Xeyr dostlar, ikisini də buraya salırdım erkəklərin. Zümrüd görək çıxacaqmı? Krasnodar çıxır. İndi görəcəyik də hələ bir dənə var. Altında ciğerin neçəsi qalıb. Həm də ördək də qızı çıxsın, gəzinsin. Gözüm bütün toz oldu. Qabağını ataq. Bu birlər bütün çart vurur. Bu da çart vurur. Bu da çart, hər yeri, hamısı çart. Bu da vurub, elə bildim vurmayıb, vurubmuş. Bəs bu, bəli. Bu da ki, Monik. Bunu da aparıb hinduşkanın altına qoymaq fikrim var dostlar. Çünki hələli, yəni dura da bilər əslində, mən nə bilim. Deyirəm hinduşkanın altında dursa daha yaxşı olar deyə fikirləşirəm. Fikrim elədir. Baxın belə dostlar. Gördüyünüz kimi altında ciğerin neçəsini qalıb deyilsə sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yəni 11'i çıxasıdan onda. 11 dənə daldan çıxası var. İndi görək belə sort mu çıxacaq yoxsa heç qaralı ağıl çıxacaqmı? Yəni mütləq qaralı ağıl çıxmalıdır. Çünki satılmaq, qaralı ağıl lazımdır satmağa. Nə qarayım çıxmaz da deyəcəm sort qalıb əlimdə. Alırsan al. Yəni almırsan da ki məndə nə qədər var onu verim. Yəni çox çıxmayıbdı. Mən daha sort saxlayıram. Gələn il o qaralı ağıl istəyənlərə, belə yerli, yeddili istəyənlərə deyəcəm daha mən sort saxlayıram. Məsələn bunlar neçəyədim deyirsə, bunlar onlardır dostlar. Bu lap təmiz krasnodardır. Bunun yəni beləsini heç satmıram. Bunları damazlığa ayırıram. Gördüyünüz kimi maşallah olsun. Gözəl, beləcə durur. Bik 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 bik. Bik 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 bik. Aha bu qədər. Bak. Baxın belə dostlar. Camosi. 2 gündür çıxmır dostlar. Bu da heç. 2 gün oldu bu heç. Nə gəzmir, nə bir şey etmir. Bala da dikkiliyir ona bak. Ona nə tər oynayır, anır bər. Amma siyi get, tez ol get.
Tez ol Yeda bala, tez ol. Baxın belə dostlar. Yeni istəyirəm sizlərə lal ördəklərimi göstərəm. Bu qədər. Gələn videolarda görüşərik. Sağ olun, salamat qalın. Gördüyünüz kimi bu da ballarını yatırsın. Balasını da. Sağ olun, salamat qalın.